Əziz izləyicilərim, bugün sizlərlə pizza hazırlayacağıq. Mən pizza xəmirini əvvəlcədən yoğurmuşam. Artıq mənim xəmirim gəlib. Mən içinə gedən ərzaqları sizinlə də bölüşəcəyim. Mən bir qabın içərisinə bir stəkan çox isti, çox da soyuq olmayan orta temperaturda su dökürük. Həmin suyun içərisinə 1 xörək qaşığı duz, 1 xörək qaşığı maya, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı sirkə töküb yaxşıca qarışdırırıq. Yarım stəkan duru yağ. İçərisinə 6-7 stəkan un gedəcək. Unun keyfiyyətindən asılıdır. Çox da gedə bilər, az da gedə bilər. Pizzamıza Holland pendiri, biber, pomidor, tomat, bir də kolbasa vuracağım. Bizim uşaqlar zeytun sevmədiyinə görə zeytun əlavə etməyəcəm. Başqa pizzanın zövqünüzə görə başqa şeylər də əlavə edə bilərsiniz. Pizzamızın içliyi hazırdır. Hər bir şeyi doğradım. İçi üçün, yəni üst hissəsini sürtməyi, tomat pastası hazır etdim. İçərisindən 1 çay qaşığı duz, yarım çay qaşığı da istiot əlavə elədim. Bir balaca da su tökdüm ki, çox qatı olmasın. Ağız dadınıza uyğun istiotumu da çoxaldır, duzunu da artıra bilərsiniz. Artıq keçirik xəmirimizi kündələrə bölməyə. Xəmirimiz çox gözəl alınıbdır. Nə çox boş, nə çox da bərk. Normal xəmir alınıb. Mən 4 hissəyə böləcəyim. 4 ədəd pizza çıxardacağım. 4 ədəd kündə elədim. Bir dənəsini götürüb başlayırıq pizzamızı hazırlamaya. Çalışdığınız qədər pizza xəmirləri çox bərk olmasın, nə də çox yekə olmasın. Çünki onda pizza çörək formasında olacaq. Dadı yaxşı olmur onda. Pizzamızı yaydım. Qabımızı da əvvəlcədən yağladım. Tifovkamızı da salmışdım ki, isinsin ki, içərisinə qoyanda xəmirimiz bərkiməsin. İndi üzərinin ərzaqlarını düzələcəyəm. Üst hissəsi içində 2 xörək qaşığı tomat pastasından əlavə elədim. Holland pendirimizi tökdüm. Mən biraz üzərinə duz, yenidən istiot əlavə elədim. İndi ərzaqlarımızı bir-bir üzərinə düzələcəyim. Yəni pizzanı zövqünüzə uyğun nədən istəsəz düzəldə bilərsiniz. Göbələkdən, toyuqdan. Bizim uşaqlar sevmədiyinə görə yenə deyirəm, üstünə zeytun əlavə eləməyəcəm. Pomidorlarımızı düzəndən sonra biberlərimizi əlavə edəcəm. Sonra kolbasasını və üzərinə Holland pendirini bol dökəcəm. Sobaya qoyacağım. Artıq hazırdır. Göndəririk sobamıza pişsin. Artıq pizzamız hazırdır. Pişdi. Baxa bilərsiniz. Görürsünüz xanımlar, xəmiri də çörək kimi olmayıbdı. Yəni hazırlayan hər kəsə nuş olsun. Belə videoların davamı gəlməsi istəyirsinizsə kanalıma abunə olun, zınqırov işarəsini basın. Hələlik.